Xüsusi uşaqlarda hansı hallarda bağçaya getmək tövsiyə olunur və bunun səbəbi nədir? Bağça uşaqların sosial bacarıqlarını nümayiş etdirdikləri məkandır, yəni sosiallaşacaqları yerdir. Uşaqlar dinləyərək, təqlid edərək, anlayaraq, diqqət edərək müəllimlərinin və yaşıdlarından öyrənə bilirlər. Ancaq əgər bir uşaq dinləməkdə, anlamaqda, təqlid etməkdə, sadə təlimatları belə yerinə yetirməkdə çətinlik yaşayırsa və yaxud qapıdan biri girin zaman çönüb baxmırsa, öz istəklərini jestlə olsa belə, işarətlərlə olsa belə ifadə etmirsə və çətinlik çəkirsə, bu zaman bağçada da bir sıra çətinliklər yaşayacaqdır. Bunlarla paralel bir sıra sosial keyfiyyətlərə də baxaq. Əgər uşaq duyğularını bir şəkildə ifadə edə bilmirsə, başqaları ilə işbirliyi qura bilmirsə, müəllimlərinin, həmyaşıdlarının sadə təlimatlarını, məsələn, gəl, gözlə, al, bu kimi təlimatları belə yerinə yetirməkdə çətinlik çəkirsə, demək ki, bağçada bir sıra problemlərlə qarşılaşacaqdır. Bəs bunlar olmadıqda nə etməli? Bəzən uşaqlar sosiallaşsın deyə bağçaya yönləndirilir. Bağçaya yönləndikdə nə olur? Bu zaman uşaqlar tək başına qalırlar və boş qaldıqları üçün, tək başına qaldıqları üçün çeşidli stereotiplər və takıntı dünyasına qalma ehtimalları daha da artır. Mövcud təməl bacarıqları lazımi şəkildə yetərincə qarşılaya bilməyən uşaqlar bunu xüsusi təlimlə tamamlaya bilər. Yəni bağçada deyil. Unutmayaq ki, doğru zamanda və düzgün tənzimləmələrlə başlayan sosial təcrübələr övladınız üçün daha faydalı olacaqdır.